Salam dostlar, mən Onur Rəsulov, Asfinlabdan. Deməli, bu videoda bir suala cavab verməyə çalışacağam. Ümumiyyətlə, dollar bildiyimiz kimi əslində ucuzlaşması zərurət olan bir faktordur. Niyə görə? Çünki Amerikanın bu borc problemindən dolayı dolların ucuzlaşması lazımdır ki, ən azından onun borc yükü müəyyən mənada azalmış olsun. Bir digər tərəfdən, bildiyimiz kimi, Amerikada, bunu bir öncəki videolarımda qeyd etmişəm, əmək bazarında çox ciddi problemlər var. Son olaraq NFP-nin -92.000 açıqlanması, ümumi işsizliyin artması, ümumiyyətlə əmək bazarının strukturunda olan problemlər, texnoloji şirkətlərinin ümumiyyətlə durmadan ixtisarlar etməsi və bunun sürətlə artması süni intellektin təsirindən dolayı. Məsələn, bütün bunların fonunda əslində federal ehtiyatların faiz dərəcəsini 3.75-dən 3.50%-ə salacaq və ya ümumiyyətlə azaldacağı çox yüksək ehtimaldır. Və bu həftə 3-cü günü Fed faiz dərəcəsi də bağlı qərar qəbul edəcək ki, böyük ehtimalla faizin aşağı endiriləcəyi gözlənilir. Əgər faizi Fed aşağı salırsa, bu əslində dolların ucuzlaşmasına səbəb olmalıdır. Bəs yaxşı, onda dollar niyə bahalaşır? Diqqət etirsəniz, dollar digər valutalara qarşı dəyər qazanır. Həmçinin də qızıl da dollar qarşısında belə deyək, ucuzlaşıb. Amerika və İran müharibəsi başlayandan bəri. Bunun əsas səbəbi nədir? Dostlar, bu videoda əsas nüans odur ki, baxın, bəzən bizdə trading və ya investisiya deyəndə, təbii investisiya biraz fərqlidir. Amma trading deyəndə qısa müddətli ticarətlə məşğulsunuzsa, fərqi yoxdur, kripto olsun, MT-lər olsun, və ya səhmlərlə belə məşğul day tradinglə məşğul ola bilərsiniz və ya forex ticarət edirsinizsə, hər kəsin dediyi filan indikator var. Nə bilim, mənim bu botum var, mənim RSI var, RSI-dan mənim üzərinə robot yazmışam, nə etmişəm, MACD bu da keçdi, movinglər oradan gəldi və s. və s. Bunlar işin belə deyək də ən axırıncı tərəfidir. Biz birinci əgər bu bazarı anlamaq istəyirsə və ya bu bazarda uğurlu olmağa çalışırsa, birinci pulun hara axdığını görməliyik və ya da pulun hara gedəcəyini ön görməliyik. Çünki onu görə bilməsək, siz istəyirsiniz RSI-dan istifadə edin, istəyirsiniz nə bilim Ichimoku indikatorundan istifadə edin, yanılacaqsınız. Bundan əmin ola bilərsiniz. İndi baxaq görək, bəs yaxşı. Dollar əslində ucuzlaşmalıdır. Ki, mənim şəxsi düşüncəm, dollar bu il ərzində ən azı 5-6% ucuzlaşmalıdır. Bunun da səbəbləri var deməyimdə. Təbii ki, yanıla bilərəmmi? Bu xahiş edirəm, yəni daşa yazılmış bir gerçəklik deyil. Mən öz şəxsi analizimə əsasən bunu deyirəm. İndi belə olan oldu, dollar ucuzlaşacaqsa, bəs yaxşı, niyə görə dollar Amerika və İran müharibəsi başlayandan bəri yüksəlir? Baxmayaraq ki, Fedin faizi aşağı salma ehtimalı var. Bunun başlı səbəbi odur ki, təbii, indi kimlərsə bu neft və sair deyirlər ki, neftin qiyməti artır, neftin qiyməti artacağına görə bu inflyasiya baskısı yaradacaq, inflyasiyadan dolayı da Fed faizi aşağı salmayacaq, əksinə artıra bilər və s. Ona görə dollar bağlaşır. Elə deyil dostlar. Bir kərə Amerikanın enerji müstəqilliyi olan bir ölkədir. Həm özü neft çıxara bilir, kifayət qədər neft ehtiyatları var. Kanadadan ala bilir. İndi təzəlicə Venezueladan neft ala bilər və yaxud da nə bilim Meksikadan neft alır. Yəni bu məsələ qısa müddətli bir məsələdir. Yəni neftin daimi inflyasiyanı yüksək saxlamasına heç bir belə dedik qlobal iqtisadiyyat dayana bilməyəcək. Yəni bu problem həll olacaq. Amma əsas arxada duran səbəb, yəni dediyim kimi bu neftin qiymətinin ani yüksəlməsi deyil. Bunun başlıca səbəbi dostlar istiqraz bazarındakı, yəni Amerikan istiqraz bazarındakı faiz gəlirliyidir, yieldsdir. Bir kərə ümumiyyətlə siz bazarı analiz edərkən, maliyyə bazarını fərqi yoxdur. İstəyirsiniz investisiyanla məşğul olun, istəyirsiniz tradinglə, forex-də və ya nə bilim əmtələrlə ticarətlə, hətta kriptola belə ticarət edirsinizsə, ilk olaraq baxmaq olduğunuz şey bond bazarıdır ki, orada vəziyyət nə yerdədir? Çünki dostlar, İstiqraz bazarı, xüsusilə Amerikanın xəzinə istiqrazları və benchmark olaraq da 10 illik xəzinə istiqrazlarını götürə bilərik ki, ümumiyyətlə kredit faizləri, ipoteka faizləri əsasən bu istiqrazların faiz gəlirinə əsasən təyin olunur. Hal-hazırda dünya maliyyə bazarının belə deyək də onurğa sütunudur və buradakı faizlər hər şeyin qiymətə təsir edir. Səbəb nədir? Biz baxırıq ki, Amerika-İran müharibəsi başlayandan etibarən bu faizlər 4 hətta deyək ki, müharibə başlayana qədər 4%-in altına salmışlar. Diqqət etirsəniz, yəni həmin 10 illik xəzinə istiqrazlarının faiz gəlirliyi 4%-in altına düşmüşdü. 3.93-ə qədər ucuzlaşmışdı əslində. Amma yenidən 4.26-ya yüksəldi. Diqqət etirin, 2 martdan etibarən 4.26-27%-ə qədər yüksəlmiş oldu bu faizlər. Və bu faizlər Amerika üçün kifayət qədər problemlidir. Diqqət edin, Trump hakimiyyətə gələndə, yəni Trump 2025-in yanvar ayında hakimiyyətə gəlib, belə deyək də, həmin tarixdən etibarən 10 illik xəzinə istiqrazlarının faiz gəlirliyi 4.80 idi. Və Trumpın əsas hədəfi, xüsusən onun xəzinə katibi Scott Bessent'in əsas hədəfi bu faizləri aşağı çəkməkdir. Çünki bu sadə dillə desək Amerikanın borclanma faizidir. Diqqət edin, Amerika 2026-cı ildə, yəni bu il təxminən 9-10 trilyona yaxın borc qaytarmalıdır və bu borc üçün 1 trilyon dollar faiz ödəyəcək. Və bunun təxmini borclanma faizi 2.5%-dən olur. Təsəvvür edin. İndi 2.5%-dən borclanma 1 trilyon dollar ödəyirsünüzsə, bu Amerikan hərbi büdcəsinə bərabərdirsə, siz hal-hazırda 4.26%-dən borclansınızsa, daha böyük faizlər ödəmək məcburiyyətində qalacaqsınız. İndi Trump çalışır ki, bu faizləri aşağı salsın. Prinsip isə müəyyən mənada ona nail ola bilmişdi. Diqqət etirin. Bu aprel ayında tarif tətbiq etməsindən bağlı sərt bir eniş etdi. Yenidən yuxarı yüksəlmiş oldu faizlər, amma ümumi fonda belə deyək 2025-də bir eniş trendi var idi. Amma bu müharibə başlayandan etibarən bu faizlər yenidən yüksəlmiş oldu. 3.90-dan belə deyək, təxminən 4.26%-ə yüksəlmiş oldu. Bəs yaxşı, bond bazarında, istiqraz bazarında bu faizlərin artmasının səbəbi nədir? Qeyd etdiyimiz kimi, Amerikan xəzinə istiqrazları ən güvənli yatırım aləti sayılır. Yəni burada risk sıfıra yaxındır. Tək bir risk var ki, Amerika borcunu default eləsin. Təbii, Amerikada borcunu default edərsə, yəni əsas belə deyək də sistematik risk desək, əsas risk borcunu default etməsi ola bilər. Belə bir şey olursa, təbii ki, bu sivilizasiyanın sonu kimi bir şey ola bilər. Yəni Amerika borcunu təkcə bir-iki dövlət deyil, bir də bütün dünyaya Amerika xəzinə istiqrazlarında yatırımı var. Yəni Çin olsun, Yaponiya olsun, İngiltərə olsun, Lüksemburq olsun, Fransa və s. Yəni bu baxımdan, yəni bu bond bazarı ən
təhlükəsiz yatırım aləti kimi sayılır ki, Amerikan xəzinə istiqrazları, hə də Amerika borcunu default etmə ehtimalı sıfıra yaxındır. İndi belə olan halda dostlar, ona risk premium deyirlər. Məsələn, siz səhəm bazarına baxırsınız ki, ortalama indi 6-7% pul qazana bilirsiniz ki, orada risk də yuxarıdır. Amma digər tərəfdən də baxırsınız ki, istiqraz bazarında məsələ 4,26-dır hal-hazırda və ya da 4%-dən yuxarıdır. Risk də sıfıra yaxındır. Siz pulunuzu hara yatırarsınız? Təbii ki, normal investor, yəni analiz edəndə deyir ki, mən istiqraz bazarına yatırmam daha effektivdir. Çünki risk sıfıra yaxındır. Digər tərəfdən də 4,20% gəlirlik əldə etmiş olursunuz. Amma səhəm bazarına yatırım edirsiniz, orada risk daha yüksəkdir. 6-7% pul qazanmış olursunuz. Yəni bunlar risk premium deyirlər. Bu baxımdan təbii ki, bond bazarına yatırım etməyə daha sərfəlidir. Aha, deməli bu nə deməkdir? Faizlər yüksəlirsə, bu daha təhlükəsiz maliyyə aləti sayılan həmin o bond bazarına, yəni Amerikan xəzinə istiqrazlarına axın etmiş olur. Bəs yaxşı, oraya pulun ora axın etməsi, yəni nəyə səbəb olur? Səhm bazarının enməsinə. İndi gəlin baxaq görə səhm bazarında nə müşahidə olunur? Diqqət etirsiniz, S&P 500 indeksində bir eniş var. Təxminən 2 martdan etibarən belə deyək, bir eniş müşahidə olunur. Səbəb odur ki, səhm bazarından pul çıxır, istiqraz bazarına axın edir. Bir digər faktor, dollar indeksinə diqqət etirin. Dollar indeksi yüksəlməyə doğru gedir və biraz öncə qeyd etmişdik ki, əslində dollar indeksi mütləq şəkildə ucuzlaşmalıdır bu fonda. Diqqət etirin, 2025-in yanvarından etibarən Tramp hakimiyyətə gələndən bəri ki, onun da əsas hədəfi, hətta bilirsiniz, Fedin rəhbərini belə təhqir edir ki, faizlər aşağısa, dolları ucuzlaşdırmaqdır. Çünki dollar ucuzlaşmalıdır ki, dolların alım gücü aşağı düşsün ki, Amerikanın nisbətən borc yükü, yəni o ödəyəcəyi borcun belə deyək də, dəyəri azalmış olsun bir mənada. Bunu nail olmuşlar və təxminən dollar indeksi keçən il ərzində 13%-dən çox dəyər itirmişdi. Amma müharibə başlayandan etibarən diqqət etirin, 2 martdan etibarən təxminən dollarda bir yüksəliş müşahidə olunur. Baxın, dollarda belə bir yüksəliş var, sərt. Bəs yaxşı, bunun səbəbi nədir dostlar? Dollar hardasa belə deyək, 96-dan belə deyək də 99-a yüksəlib. Bunun səbəbi odur ki, əgər bond bazarında yields, yəni faizlər yüksəlirsə, onlara tələb artmış olur. Bu istiqrazları almaq üçün də sizin dollara ehtiyacınız olur və dollara tələb artmış olur. İndi başa düşdükmü? Əslində bond bazarında faizlər yüksəlirsə, deməli bu valyutanın belə deyək də dolların bahalaşmasına, səhm bazarının isə enməsinə səbəb olur. Bəs yaxşı deyə bilərsiniz ki, Amerikan xəzinə istiqrazlarının faizləri niyə artır ki, duran yerdə? Çünki dostlar, bildiyimiz kimi Amerikanın təxminən 38, hətta 39 trilyona yaxın artıq borcu var və müharibə də təbii ki, pul deməkdir. Siz müharibə aparırlar və günlük də kifayət qədər böyük məbləğlər xərclənir bu müharibənin aparılmasına. Belə olan halda investorlar artıq o istiqrazları riskli görür Amerikanın borc problemindən dolayı daha yüksək faizlər tələb edirlər. Və o da həmin o belə deyək, tələbin aşağı düşməsi faizlərin artmasına səbəb olur. Faizlər artandan sonra bazara yeni bir tələb gəlir. Qeyd etdiyim kimi 4,20% kifayət qədər yaxşıdır indiki vəziyyətdə. Artıq investorlar yenidən həmin o istiqrazlara tələb etmir, yəni tələb artmış olur və tələb artmasından dolayı da dollara ehtiyac yaranır və dollara da tələb artır, dollar da bahalaşmış olur. Və bunun fonunda da diqqət etirin, qızıl ucuzlaşmış olur. Əslində geosiyasi hadisələr belə deyək ki, belə gərginliklər vaxtı əslində qızılın qiyməti artmalıdır. Diqqət etirsəniz, qızıl təxminən deyək ki, müharibə başlayanda 2 mart tarixində diqqət etirin, qızıl 5300 dollar ətrafındaydı və qızıl hal-hazırda belə deyək 5000 dollara qədər ucuzlaşıb. 4992 dollar. Təxminən 300 dollardan çox bir dəyər itirib qızıl. Bunun təməl səbəbi odur ki, Amerikan xəzinə istiqrazlarının faizi artdığı zaman investorlar onu daha təhlükəsiz liman kimi görür. Çünki kifayət qədər yaxşı bir faiz verir və vəsait pul axını həmin o istiqraz bazarına gedir. İstiqraz bazarına getməsindən dolayı dollara tələb artmış olur, dollar bahalaşır və istiqrazın faizləri artmış olur. Səhm bazarı düşür və qızılın qiyməti aşağı yönlü korreksiya etmiş olur. Əslində qızılın qiymətindəki enişin səbəblərindən birisi də budur. Çünki bir çox adamda belə bir düşüncə var ki, adətən geosiyasi risklər artdığı zaman, məsələn Rusiya-Ukrayna müharibəsini xatırlayın, qızılın qiyməti kəskin yüksəlmişdir. Bu baxımdan qızılda bir aşağı yönlü korreksiya olmuş oldu. Amma qızılda aşağı yönlü korreksiyanın mən şəxsən uzun müddət davam edəcəyini düşünmürəm. Çünki qlobal trenddə qızıl yüksəlişdədir və bu aşağı yönlü korreksiyadan sonra yenidən yüksəlməyə davam edəcək. Və qızılın qiymətində olan enişin də əslində başqa bir səbəbi var ki, bunu da ayrıca bir videoda izah etməyə çalışacağam. Bu xüsusilə Amerika və İran müharibəsi, onun fonunda əslində orada indi düzdür. Belə müharibələr adətən ancaq geosiyasi aspektdən qiymətləndirilir ki, nə bilim Amerikanın orada maraqları var, rejimi dəyişmək, İsrailin təhlükəsizliyi və s. minlərlə belə dedik də hekayələr var. Amma bunu maliyyə bazarı perspektivindən qiymətləndirdiyimiz zaman əslində tam fərqli bir nüans ortaya çıxır ki, bununla bağlı da ayrıca bir videoda çalışacağam ki, onları izah edim. Amma bu videonun əsas məqsədi ondan ibarətdir ki, əgər siz tradinglə və investisiya ilə məşğulsunuzsa, ilk öncə pulun hara axdığını görməliyik. Fərqi yoxdur. Onu bilməsək, siz hər hansı bir indikatordan istifadə edirsiniz. Nə bilim, Head and Shoulders formasiyasından ticarət edirsiniz. Qrafik belə oldu, şamın quyruğu belə keçdi, Elliot dalğası belə dedi. Bunlar sadəcə sizə bazara giriş və çıxış nöqtəsini göstərə bilər. Amma bazarın hərəkət verici qüvvəsi, o arxada nə baş verir? Niyə bir əssetin qiyməti bahalaşmalıdır? Niyə alışlı olmalıyam? Və ya da tam əksinə, niyə bir əssetin qiyməti ucuzlaşmalıdır? Mən satışa keçməliyəm. Bunları bilmədən, belə deyək, hər hansı bir indikatorun və ya hər hansı bir sistemin effektivliyi olmayacaq dostlar. Yəni siz ticarətlə və investisiya ilə məşğulsunuzsa, ilk olaraq topdan olaraq düşməliyəm. Bond bazarında faizlər nə yöndədir? Qalxırmı, yüksəlirmi? Fedin faiz dərəcəsi nə olacaq? Dollara necə təsir edəcək? Qızıla necə təsir edəcək? Bunları araşdırdıqdan, analiz etdikdən sonra əməliyyatlar aça bilərsiniz. Misal, dolların bahalaşması öz növbəsində avro dolların ucuzlaşmasına gətirib çıxarır. Təbii avronun ucuzlaşması başqa səbəbi də var. Enerji qiymətlərinin artması təbii ki,
enerji asılılığı olan Avrozonanın da belə deyək də iqtisadiyyatını ciddi risk altına salır və avro ucuzlaşır. Amma ümumən avrodakı ucuzlaşmanın da təməl səbəbini anlayandan sonra biz artıq əməliyyat açırıq ki, məsələn mən bu gün bir əməliyyat açdım avro dollarda, bir satış açdım və belə deyək də take profitlə çıxdım. Burada məsələ odur ki, avro dollara satış açarkən mən onun məntiqini, yəni arxasında duran səbəbi analiz etdikdən sonra və sistemin də mənə artıq siqnal verəndən sonra ki, bu sistemdən istifadə edirəm, sistemin də mənə artıq belə deyək, satış siqnalı verəndən sonra belə deyək, ondan sonra mən artıq o əməliyyatı açdım ki, aha mən indi məsələ avro dollarda satışa keçməliyəm və yaxud da ki, tam əksinə alışa mı keçməliyəm. Əsas odur ki, biz o arxadakı səbəbi bilməliyik ki, bazarı hansı qüvvə aparır. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Əgər video xoşunuza gəldiysə, kanala abunə olmağı və like atmağı unutmayın. Çalışacağam ki, bu tip videoların sayını artırım. Sağ olun.